Mənə həmişə maraqlı gəlirdi ki, görəsən Azərbaycanda o xeyirxah insanlar, özlərinə hacı deyənlər, doğrudan da bu insanlara yaxşılıq eləyib ya yox? Allaha and olsun ki, heç birini görmədim. Bir nəfər də olsa demədi ki, mən bu yazıq körpə uşaqlara kömək eləyərəm. Halbuki bu körpə uşaqların təhsilə ehtiyacları var, onların tədris müəssisəsi olmalıdır. Bizim həkimlərimiz bu uşaqların hamısını şizofrenik eləyir. Neçəsinə zəng elədim, bax 211 ilə olan başlayan nömrələrin hamısına zəng elədim, bir dənə, bir-bir. İnan gələn ki, içərisində İlham Əliyevdən tutmuş Leyla xanım Əliyevaya qədər, ondan bütün hamısı var idi, hamısı. Azərbaycanca yazırdım, Azərbaycancaya cavab qaytarır, yazan yox idi. Elə bir gün rusca yazan kimi, yazırdılar. O da nədən irəli gəlir? Polad Bülbüloğlu deyirdi ki, 99 450 ilə 55 ilə başlayan nömrələrdən mənə zəng gələndə ürəyim düşür. O dəqiqə bilirəm ki, Azərbaycanlıdır, ona nəsə lazımdır. Mən də buradan demək istəyirəm ki, ay məmurlar, sizin özünüz axı o pulları Azərbaycanın şotuna yığmısınız. Sadəcə Azərbaycan xalqını elə bir vəziyyətə qoymusunuz ki, Azərbaycan xalqı sözünü deyə bilmir. Sözünü deyənlər içərdədir. Amma ki, o yaltaqlananlar it kimi yaltaqlanırlar. Onların özləri hərəsi bir vəzifədədir. Nə qədər şərəfsiz var, hamısı şöhrət orderinedir. Ona görə mən deyirəm ki, mən Azərbaycanda bir nəfər də Azərbaycanlı iş adamını, Azərbaycanlı məmurunu görmədim. Neçə deputata zəng elədim, hətta Vahid Əhmədova belə, Heydər Babayevə belə, hamısına bircə, nə qədər adamlar var, həm bir Fazil Qəzənfəroğludur, nədir, o biridir, bu biridir. İnanın ki, biri geri dönüb demədi ki, mən bu xalqın şotuna ayda 7 min, 8 min manat alıram. Biz 125 deputat, biz bir dəfə də ömrümüzdə qeyrətli bir iş görüb, hərəmiz 1000 manat ayırıb, gətirib həmin təşkilata verək ki, bir dənə ona məktəb tikilsin. Bax, bunu hələ mən görmədim. Çünki hamısı bir-birinin tayıdır. O ki, Vahid Əhmədovdur, nə biləm, o biridir, bu biridir, arada çıxa-çıxda özlərini elə aparırlar ki, xalqa görə çıxıblar. Yox, özlərinin yerini rahatlamaq üçün, cəmaatın yanında üzü tüpürcəkli olmamaq üçün, ona görə onlar çıxa-çıxda belə bir oyun oynadılar. Azərbaycanın deputatları, Azərbaycanın məmurları hamısı xalq artistləridir. Mən yenə də deyirəm ki, o Hacı Nuran deyirləri, güya xeyriyyəçi, 50 dəfə yazdım, zəng elədim, ondan xəbər olmadı. O manqal restoranlarının sahibi var, Elşən müəllim. Müəllim də deyirəm, müəllim adını o qədər ucuzlaşdırdılar ki, bunlar seçkilərdə. Bu Elşənin özünə zəng elədim ki, Elşən müəllim, sən Allah bu uşaqlara kömək, mən bilmirəm, dilini də başa düşmək olmur. Mən deyirəm ki, Azərbaycanı pis günə qoymusunuz. Baxıram, görürəm, Türkiyədə bir şey olanda hamı əl-ayağa düşər. Ukraynanın özündə birinin ehtiyacı olanda millət yığılır. Millət hamısı, Allaha and olsun, bax, balamın canı üçün bir dənə kasıb adam, bir dənə xəstə adam, bir dənə bir şey çıxsın TikTokda desin ki, mənə deyir, kömək lazımdır, hamı pul yığacaq onun üçün. Azərbaycanda bu yoxdur. Siz nəyə qaranti verirsiniz ki, sabah sizin uşaqlarınız autizmli olmayacaq, autizmli doğulmayacaq? Siz onun qarantisini verirsiniz. Əgər siz indi hamınız ayağa qalxıb, hamınız bir yerdə kömək eləməzsiniz, sabahları balozun başına o iş gələndə qalacaqsınız. Hətta autizmli valideynlər belə oturublar, özlərini çəkiblər bir qırağa. Bəs biri də Çiçək xanıma kömək eləmir ki, ay Çiçək xanım, gəl mən sənə bunu kömək eləyim, bizim balalarımız getsin havayı orada oxusunlar. Yoxdur. Ona görə də ki, hərdən oturub fikirləşirəm ki, bəlkə qurban olduğum bizə bu qədər əziyyəti ona görə verir ki, Azərbaycan xalqı nə vaxtsa öz ağlı yerinə gələcək. Azərbaycan xalqı bir-birinə dayaq olacaq, bir-birinə dəstək olacaq. Hələ ki, mən dəstək görmədim. Bir nəfərdən də olsa belə dəstək görməmişəm hələ ki.
Və boş-boşuna mən inanırsınız ki, acığa gedirəm ki, hamısını ki, görəsən Azərbaycanda bir qeyrətli adam tapacam ki, bu uşaqlara sponsorluq elədin. Hələ ki, Azərbaycanda qeyrətli adamı görməmişəm. Yəni ki, imkanlı şəxslərdən deyirəm, yoxdur.